Bu qədər qoz hardandır görəsən? Dedi, bu gün olar. Sizin üçün bir video çəkməyə başlayaq. Yeni bir vloqa xoş gəlmisiniz. Bugün martın 3-üdür. Gördüyünüz kimi mən Mehri ilə qoz qırmağa başlayırıq. Novruz bayramına yavaş-yavaş hazırlıq etməyə başlayırıq. Qozu birbaşa bu formada süfrəyə qoymağı o qədər də sevmirəm. Düzü maraqlı görünür, amma ki, kimdir bunu qıran, kimdir bunu təmizləyən, yeyən? Odur ki, birbaşa olaraq elə təmizləyəsən, ləpə formasında qoyasan xoncaya və yaxud ayrıca bir qablara və nuş edəsən. Əsas məqsəd onsuz da bu qozu yeməkdir. Təbii ki, çox az miqdarda bəzək üçün xonçalıq saxlayacağam. Amma bir çoxunu dedikdə hamısını demək ki, qıracağam. Burada bir əlkədə çox görünür, amma bu qoz bura qədər dolu idi. Bu yavaş-yavaş işləndi və çox az qaldı. Gördüyünüz kimi Mehri mənə imkan vermirdir ki, ana az danış qoy mən qozları qırım. Qozu qırmaqda əsas məqsədim Novruz bayramının yaxınlaşmağıdır. Artıq bu gün ot çərşənbəsidir. Hər kəsin ot çərşənbəsini təbrik eləyirəm. Mən bu videonu atanda artıq çərşənbə bitmiş olacaq. Eybi yox, əsas odur ki, sizə o çərşənbə günündən bir vlog paylaşmış olacağam. Biz çərşənbələri o qədər də super qeyd etmirik. Əsas torpaq çərşənbəsini və 20-21 mart qeyd edirik. Novruz bayramının gəlməyi münasibətilə hər birinizə ürəkdən təbrik edirəm. Axır ki, bu soyuqlardan bizim canımız qurtardı. Nədən danışırdım? Qozu qırmaqda əsas məqsədimiz Mehri ilə birlikdə həm qarnımıza vitaminli yeməklər getsin, həm də ki, ola bilsin ki, paxlava hazırladım. Bu qoz təxmini burada 1,5 kilo qoz var. Qıraq görək cəmi nə qədər qoz alınacaq. Mehrini tutduğu oyunlara baxın, məni qoymur qozumu qırım, tutarım. Kim elədi onu? Kim elədi onu? Niyə əsəbləşmirsən? Bu qozları buradan qırıb bu karobkanın içinə tökəcəm. İstədim çəkim, Mehri imkan vermədi. Buradan qırıb bura tökəcəm. Sonra təmizləyib başqa bir qaba əlavə edəcəm. Qozun içi həqiqətən də çox gözəldir. Belə göstərmək olmurtam. Çox gözəldir. Həm də şirin qozdur. Acı deyil, tam quruyub. Qozları qırdıq. Təxmini baxın. Bu qədər qoz alındı. Bunları təbii ki, təmizləmək də lazımdır. Amma əllərim bitdi bunları eləyənə qədər. Həqiqətən də çətin iş imiş. Kömək lazım imiş. Az da olsa çox yoruldum. Bir-iki dənə Mehri ilə yedik. Birazdan bunları təmizləyərəm. Təmiz forması sizə göstərərəm. Ver mən. Gəl. Gel yine ver. Git oradan ver. Ailini də çağırırsan. Salam dostlar, videoya davam etməzdən əvvəl sizdən kiçik bir xahişim var. Əgər bu cür videolar xoşunuza gəlirsə, indi videoya bir like qoyun. Və əgər kanalda yenisinizsə, abunə olub zəng işarəsini aktiv edin. Çünki burada sizi çox maraqlı, faydalı videolar gözləyir. Sizin hər bir like və abunəniz kanalı daha çox insanın görməsinə kömək edir. Yəni sizin bir klikiniz bu kanalın böyüməsinə böyük dəstək olur. Həm də şərhlərdə yazın. Növbəti videoda hansı mövzunu görmək istəyirsiniz? Ən maraqlı fikirləri növbəti videolarda mütləq nəzərə alacağam. Gəlin birlikdə bu kanalı daha da böyüdək. Gördüyünüz bu videoda isə YouTube'da digər bir blogerdən həvəslənərək un, su və duzu qarışdırdım bir-birinə. Başladım Novruz aksesuarları düzəltməyə. Əzizlərim, bildiyiniz kimi bu aksesuarlar mağazalarda biri 1 manatdan və daha baha qiymətdən başlayaraq satılır. Niyə də öz evimizdə həm büdcəmizə qənaət edərək, həm də maraqlı zaman keçirmək məqsədi ilə bu aksesuarları özümüz düzəltməyək. Çox gözəl alındı əslində. Mən çox bəyəndim. Biraz əl qabiliyyətimdə
tələsdiyimə görə, ola bilsin ki, Mehri ilə görürdüm bunları. Tələsdiyimə görə o qədər də çox gözəl səliqəli alınmaya bilər. Amma məncə xonçaya qoymağa çox əla fikirdir. İnsanı çox həvəsləndirir. İnsan öz etdiyi bir şeyi gördükdə çox sevinir. Şəxsən mən öz əl işlərimi gördükdə çox həzz alıram. Yeni bir sabahdan sizləri salamlayırıq. Mehriyə yemək verirəm səhər açılan kimi. Təəssüflər olsun ki, bizim qazlarımızı 2 gündür söndürüblər. Yeməyi ancaq at-ötür, atışdırmalıq kimi bişirə bilməyi bacarırıq. Qazlar kəsilməyinə səbəb əsas ana xəttdə güclü bir partlayış baş verməsidir. Allah kömək olsun, təki dedikləri kimi olsun. Bəzən yalan deyirlər. Belə. Bizə nuş olsun. Mehriyə əncir mürəbbəsi və pendir verirəm. Sizi gördü yemədi.